Pozitivizmin əsas mahiyyəti ondan ibarət idi ki, elmin özünü, elmi anlayışların özünü elmdən kənar olan digər anlayış və təsirlərdən təmizləmək və bu özünü hüquqşünaslıqda da göstərdi və pozitivist hüquq nəzəriyyəsi beləcə formalaşdı və onun demək olar ki, ən görkəmli nümayəndələrindən biri də məhz Hans Kelsen olmuşdu. Burada təbii ki, pozitivist hüquq nəzəriyyəsindən danışarkən onunla qarşı durmada olan, belə deyək, və pozitivist hüququn özünün bir növ hədəf olaraq gördüyü naturalist hüquq nəzəriyyəsinin də adını qeyd etmək gərəklidir. Çünki məhz naturalist hüquq yanaşması, yəni Azərbaycan dilində desək, təbii hüquq nəzəriyyəsi hüquq normalarını daha çox digər dəyərli anlayışlarla